Recording başladı. Bugün dövrlər dərsinin suallarına baxacağıq. A sualından başlayaq. İlk suallar asandır deyə bəlkə üstündən tez-tez gedərəm. Axırlara doğru soruşaram sizdən. Bu arada bunların Azərbaycan dilini əlavə eləməmişəm deyəsən. Hala. Deyir, üç dost komanda yaradıb proqramlaşma yarışına iştirak etmək qərarına gəldilər. Yarışda iştirakçılara bir neçə məsələ təqdim olunur. Dostlar yarış başlamamışdan qabaq xeyli əvvəl razılaşdılar ki, onlardan ən az ikisi məsələnin həllinə əmindirsə, həmin məsələni həll edəcəklər. Əks halda məsələni yazmayacaqlar. Məsələ verilib onlara. Deyir ki, hər məsələ üzrə hansı dostun həllə əmin olduğu məlumdur. Dostlara neçə məsələ üçün həll yazacaqlarına kömək edin. Yəni, qısaca hər məsələ üçün sizə şey verir, 3 dənə rəqəm verir. Əgər ikisi razıdırsa, o məsələ həll olunacaq. Həll olunan məsələlərin sayını tapın deyir. Burada, misal üçün, birinci məsələ ilə ikinci məsələ həll olunacaq. Üçüncü məsələdə ikisi qərarsızdır deyə, ona görə ancaq biri həll edə bilmir də. Ona görə ancaq birinci həll olur, bir də ikinci həll olur. Məsələnin şərti ilə əlaqəli sual var. Onda həllin keçək. Sadəcə hər bir məsələ üçün 3 dənə ədəd götürəcək. Cəmi yoxlayacaq ki, 2-dən böyükdür, yoxsa yox. Keçən də şey eləmişdik, belə bir şey öyrənmişdik ki, bu n dəfə icra olunan dövrdür. İçinə 3 dənə ədəd yazırıq, A, B, C. Deyir ki, onların cəmi əgər 2-dən böyük bərabərdirsə, onda ən azı ikisi razıdır. Bir dəqiqə. Ən azı ikisi razıdır. Onda da məsələni həll edə bilir. Yox. Say deyək. Sonda da sayı çapa veririk. Belə bir şey. Sual var həllə əlaqəli. Məncə hamı yazmışdı. Yox. Siz asan olmadığı üçün, məsələlər çox asan olduğu üçün yazmamışsınız, yoxsa necə? Müəllim, mən Codeforce-a girə bilmədim. Səhər onu soruşurdum, bayaq. Sonradan eləyə bildiniz, yoxsa yox? Müəllim, yəni mən kodu düzəltmişdim. Codeblocks'da da işləyirdi. Amma yükləyəndə, submit eləyəndə amma dedi ki, alınmır. Verify failed deyirdi. Yəni deyir ki, Codeforce accountu yoxdur da. Onu bilmirdim nəfər əlavə eləyim. Heç sən Codeforce-a girirsən, ha? Sadəcə register edirsən də buradan. Üçüncüdən. Yəni register eləyəndən sonra özü əlavə olunur. Register eləyəndən sonra mən Discord-da video atmışdım. O formada yenə inspect-ə girirsən, storage hissəsindən yenə cookie-i götürüb atırsan ora. Bunu götürüb atırsan ora. Olur. Aha. Müəllim, mənim də Codeforce accountla nəysə problem çıxdı, locket. Necə? Bağlayıblar, blok eləyiblər. Hesabı? Hesabımı yox, VCS bağlayanda onun yanında zamlıq işarəsi var. O nə demək? Discord-dan şəklini atarsan, baxarıq. Ola bilər vicajla əlaqəli problemdir. Başqa problem yaşayan var? Mən başa düşməmişdim, tapşırıq, ona görə. Tamam. İndi başa düşdün, yoxsa yox?
Elə olanda mənə yazın Azərbaycan dilisinə əlavə eləyim. Mən yadımdan çıxıb. Burada indi hamısını əlavə eləyim. Buradan gəlib dəyişməyə bilirsiniz də, yəqin. Aşağı gələndə sizdə bununla bunu göstərəcək. Misal üçün, oradan istədiyinizi seçə bilərsiniz. Nəysə, mən bunu dərsdən sonra eləyərəm. Vaxt itirməyək. Demək, A sualına əlaqəli sual qaldı. Xeyr. Atıb yoxlayaq. Xeyr. Hesabıma əlavə eləməmişəm. Bircə dəqiqə. Müəllim, bugün tələ dərs olacaq. Yox, bugün ancaq bunun suallarına baxacağıq. Çünki suallar çoxdur da. İnanmıram, təzə dərs çatdıraq. Məndə Chrome burada yoxdur. Deyəsən. Görüm olacaq belə. Keçən dəfə problem çıxartmışdı. Neysə, onda mən kod forsiyonu atıram. Elə buradan submit deyərəm, gedər. Deməli, göndərək həlli. Salam müəllim. Salam. Gəlin 5 sualına baxaq, o gedənə qədər. 5 sualını deyir ki, bunun Azərbaycan dilisi var. Bir dənə bit plus plus deyib. Mənim düzəldi problem. Hə, tamam. Bit plus plus deyib proqramlaşdırma dili var. Səs açıq deyəsən ikimiz. Cəlal, nəsə deyirdin, səs əl qaldırmışsan. Amma remote akkantumunu göndərmək istəyəndə qoymur mən. O problemləri gəlin Discordda eləyərik. Məsələ dəhşət çox deyir burada. Əgər problemlərə baxsaq, çatdıramayacaq məsələləri. Yaxşı. Oldu mənim. Ya da dərsin axırında eləyərik. Bir dənə suallara baxaq, sonra qaydaq o problemi eləyək. Deməli, bit plus plus deyə proqramlaşdırma dili var. Burada sadəcə bir dəyişən var, x dəyişəni. Bundan əlavə 2 də əməliyyat var ancaq. Plus plus əməliyyatı var. X-i 1 byte artırır, minus 1 byte azaldır. C++'da olduğu kimi. Boşluqsuz yazılır və s. Yəni 4 dənə şey var. Ya plus plus x var. Belə. Plus plus x. Ya x plus plus var. Ya minus minus x var. Ya da x minus minus var. 4 dənə şey var. İndi deyək ki, sadəcə bunları icra eləyin də. Demək, əməliyyatların sayını verir birinci sətirdə. Yenə eyni şey kodu işlədə bilərik. Tamamilə eyni kod əslində işlədə bilərik qalan hissələri. Sadəcə burada deyək ki, string götürək. Deyək ki, əgər s var ya, o plus plus x-ə bərabərdirsə və ya x plus plus-ə bərabərdirsə, onda x deyək. X-i bir dənə artırırıq. Əks halda x-i bir dənə azaldırıq da. Əks halda şey düşəcək də. Bu 2 hal düşür. Bu 2 halda x minus minus. Sual var. Nümunədə nə üçün elə yazılıb? Bax, bizim S stringimizin 4 dənə halı var.
plus plus x plus plus, minus minus x minus minus. Bu ikisi şeydir, budur da, ədədi bir dənə artırmaqdır. Bu ikisi də ədədi bir dənə azaltmaqdır. Əgər bu iki hal ilə və ya ilə yazsaq, desək ki, əgər bu hallar olsa, x plus plus ver. Bu əks halda hissəsinə bu iki hal düşür. Bu iki halda şeydə bir dənə azaltmaqdır. X minus minus. Başqa yer deyirdin, yoxsa başa düşdün? Orada nümunə verilmişdi. 3 dəqiqə. 3 nümunə yoxdur. 1 plus x. Aha, deyir ki, bir dənə əməliyyatım var. Bu əməliyyatda x-i bir dənə artırmaqdır. Yəni, sıfırdan başlayır, x-i bir dənə artırır. Bir dənə 1 olur da x. Aydın. Başlanğıcı x dəyişəni sıfırdır. İcra edin, onun son qiymətini yazın. Belə. Sual var. Xeyr. Keçəndə C sualına. Kanuncu yerdə olan iştirakçının xalı qədər və ondan daha çox xal toplayan iştirakçı mütləq müsbət xal qazandığı halda növbəti mərhələyə keçəcək. Belə bir qayda var. Bir N iştirakçı var. Onların xalları sizə məlumdur. Növbəti mərhələyə neçə iştirakçının keçəcəyini hesablayın. Deməli, bir adamın növbəti mərhələyə keçmək üçün həm kanuncu yerdən daha yuxarıda olmalıdır. Misal üçün, yəni K5 olsa, bu adamın yeri 1, 2, 3, 4, 5 arası olmalıdır. Həm də onun xalı müsbət olmalıdır. Bir dəqiqə, bu massiv deyil bu. Mən niyə bunu qoymuşam? Bir dəqiqə. Bu məsələni səhvən qoymuşam. Burada massiv var. Sadəcə qaydasını deyim. Massiv bilməyənlər üçün gələn dərslərdə yenə qoyaram, o sual işləyər. Massiv elə ki nədir? Ədədlər toplusudur. N dənə ədəddir. Siz bu N dənə ədədi sıralayırsınız. N ədədi sıralamaq nədir? Deyə bu ədədləri bizə. Bu ədədləri artan ardıcılıqda düzmək deməkdir. Sıralamaq. Belə. Deməli, burada K nə verib? Bizə 5 verib. Yəni ki, bir dəqiqə, nəyə görə sıralayırıq? Bu xallarda deyə, bunun tərsini sıralamalıyıq. 7. Elə sıralanıb da, Deməli, bu birinci yerdə olan adamın xalıdır. Bir dəqiqə, böyüdüm biraz. Bu ikinci yerdə olan adamın xalıdır. Bu üçüncü yerdə, bu 4, bu 5. 5 və 5 ilə eyni olanlar dediyi üçün biz bunu da götürə bilərik. 6 dənə adam var. O birə mərhələyə keçə biləcək. Əgər misal üçün bunların xalı mənfi 7 olsaydı, bunlar keçə bilməyəcəkdi. Sadəcə bunları götürəcəydik. Ondan nə edirik? Massivi sortlayırıq tərsinə. Tərsinə sıralayırıq. Ondan sonra gedib A-kanı götürürük. İndi əgər birdən sıralayırsınızsa, bir indeksi sıralayırsınızsa AK-dır, əslində AK çıx birdir. Bunu sıraladıqdan sonra baxırsınız ki, birdən K-ya qədərki ədədlərin hamısı müsbətdir ya yox. Bunu necə baxırsınız? Birdən K-ya qədərki ədədlərin ən kiçiyi AK-da olacaq da. Çünki ən çoxdan ən aza gedir axı. Baxın ki, əgər AK mənfidirsə, onda əvvələ gəlməlisiniz də biraz. Nə deyirəm? Bunları misal üçün bayaq kimi mənfi eləyim. Burada AK bu olur. Baxıram ki, bu mənfi 7-dir. Mən mənfi xal toplayanları keçirə bilmərəm o birinə. Ona görə gedirəm əvvələ. Bu da mənfidir. Gedirəm. Bu müsbətdir artıq. Deməli, bunları da keçirə bilərəm. Kodun qısaca yazım.
Keçək o bir məsələyə. Deməli, n ədədi verilir, k verilir. Massiv belə göstərilir. Hələ elə belə gözlə, elə ki, nə deyirlər ona? Yadda saxlamaq üçün də rahat olsun deyə. Salam müəllim. Salam. Mən bir indeks eləyəcəm. Siz istəsəz necə istəyirsə eləyə bilərsiniz. Ədədləri daxil edirəm. Sonra deyirəm ki, sortlamaq belə olur. Tərsinə sortlamaq istədiyim üçün greater funksiyasından istifadə edirəm. Belə yazılır. Bunu yazdıqda tərsinə sıralayır. Sonra deyirəm ki, minimum xalım AK-dır. Seçilmək üçün minimum xalım AK-dır. Deyirəm ki, belə bir şey ola bilər ki, bizdə də K misal üçün bu deyil. Belə deyək. Bundan sonra da K-ya bərabər olan şey ola bilər də. Ona görə belə bir şey eləyək. Bir dənə i indeks götürək. Deyək ki, indi K-ya bərabərdir. Deyək ki, nə qədər ki, bundan sonraki ədəddə buna bərabərdir. M-in xala bərabərdir. Və bu əvvəl yazmalıyıq. I plus 1-də keçməlidir. N-i keçməlidir. Ona i-ni birdən artırıq. Aha, belə. Sonra deyirik ki, nə qədər ki, AI-nin qiyməti 0-dan kiçikdir, o qədər i minus minusirəm. Amma əgər bunu yazanda istifadə edirsinizsə siz, 0 indeks. Burada siz də yazmalısınız. I böyüdür 0 da yazmalısınız. Amma mən bir indeks istifadə edirəm deyə ehtiyac yoxdur. Sadəcə sonra i-ni çapa veririk belə. Məncə bu işləməlidir. Massiv bilmirsinizsə bu biraz qarışıq gələ bilər. Deyəsən gələn dərsimizdə massiv, keçəndə daha rahat başa düşərsiniz. Bir dəqiqə 0 da istəmir. Onu kiçik bərabər deyirik. -2. Niyə -2? Yazmaq yadımdan çıxdı. Çünki A0-da dayanan ədəddə şeydir. 0-dır da. Əslində burada içində random atıram, fikir vermədim. Nəysə, A0-da dayanan ədəddə 0-dır. Çünki ona heç nə yazmamışam da. 1-dən başlamışam, ədədləri sin eləmişəm. Amma gəlir, gör ki A0-da 0-dır. Yenə i minus minus eləyir. Gedir mənfi indeksə, oradan da bilmək olmur neyinir. Error verdi, baxdı. İşte belə. Massiv bilənlərdən bu suala əlaqəli sual olan var. Bir dənə üstündən gedim, sonra sualınızı verərsiniz. Ədədləri daxil elədim. Azalan ardıcılıqla sıraladım. Kanıncı dəyəri götürdüm. Özümdə saxladım ki, yəni mənim əgər bir adam o biri mərhələyə keçmək istəyirsə, minimum bu qədər xal yığmalıdır. Sonra deyirəm ki, mənim kanıncı yerdən sonra da ola bilər eyni xala malik adamlar var. Ona görə mən i götürürəm, i dəyişəndən bura aparıram. Misal üçün bizdə bura gəlir də. Deyirəm ki, bu qədər adam o xal minimumu qarşılayır. Sonra başlayıram eləyirəm. Mənfi xal yığanları atıram. Mənfi xal yığanlar burada olacaq deyə, bura arxada desin. Arxada olacaq deyə mən sadəcə eləyirəm. Deyirəm ki, nə qədər ki A-yı 0-dan kiçik bərabərdir, o qədər əvvələ gəl. Məsələn, belə bir şey olsaydı, 0, 0, 0 olacaq. Deyək ki, xal ortalamasını bunlar qarşılayır. Minimumunda bunlar qarşılayır. Bunlar gələcək əvvələ belə.
Ancaq bunlar keçir finala. Belə. Sual yoxdursa keçək o birinə. Təkrar kimi dedim. Recording gedir. Hə. Atım 50 keçək o birinə. Deyəsən Codeforce çöküb. Səsim gəlir də, hə? Bəli. Heç o Codeforce sənə gəldi onunla. Keçək bu birinə. Aha. O Azərbaycanlısı var. Deməli 2 dənə dost var. Şahmat oynamağı xoşlayırlar. Hər oyunda qalib olan adamın adı yazılır. Ayan qazanırsa A yazılır, Dəniz qazanırsa D yazılır. İndi ümumi oynadıqları oyunların qazananını tapmaq üçün şey eləyirlər. Sizə oyunların hamısının nəticəsini verirlər və deyirlər ki, oyunların hamısını kim qazandı? Bu arada adları burada dəyişilib. Yəni bunları verməz ad olaraq. Belə. Deyir ki, oyunların hamısını kim qazanır? Sadəcə bunu deməliyik. Əgər ikisi də bərabərdirsə, friendship yazmalıyıq. Bunu eləməyin bir iki dənə üsulu var. Ən asan üsulu belədir. String s, sin s. Stringin count funksiyası var. Hardan başlayacağını göstərir içində, harda qutaracağını göstərir. Bir də nəyi axtaracağımızı göstərir. Üzürsən. Buna deyək ki, A-ların sayı. D-ların sayını countla da tapa bilərik. Belə bir şey deyə bilərik. N çıxılsın A yaza bilərik də sadəcə. Çünki A-ları çıxardanda ancaq D-lər qalır da. İndi deyirik ki, əgər A böyüksə D-dən, cout Anton, əks halda əgər A kiçiksə D-dən, onda cout Dan2-dir deyəsən. Əks halda da friendship yazırıq, deməli yəni bərabərlik olur. Onu düz yazdığımı əmin deyiləm, bir dənə baxın. Hə, fişə heçən. Belə. Sual var. Orada nəyə görə count yazdıq? Count yazdım çünki istəyirəm ki, bu stringdəki bu böyük A hərfləri var ya, bunların sayını tapım. Qısa yolla. Sonra D-lərin sayını tapmaq üçün də bütün hərflərin sayından A-ların sayını çıxdım. Qaldı məndə D-lər. Ancaq o da belə tapdım. Başa düşüldü yoxsa? Aydındır. Ha, tamam. Belə. Sual var. Başqa. Bütün məsələləri bir-bir atmayacağım. Sizin həllinizə baxıb fikirləşdim, səhvdir yoxsa düzdür. Mapə ehtiyac yoxdur məncə, amma olar. Belə. Keçək Y-yə. Bu san Azərbaycanlısı yoxdur deyəsən. Aha. Görüm nə əlavə edə bilirəm, bir də baxım. Oldu deyəsən. Daha yüklənsin. Gəldi. Bir dənə F5 atım. Hə, gəldi Azərbaycanlısı.
Deyir Vanya və dostları hündürlüyü h olan hasarın yanına gedir və keşişçinin onu görməsini istəmirlər. Buna görə dostlardan heç birinin boyu h-dan yuxarı olmamalıdır. Əgər kiminsə boyu h-dan böyüdürsə, o əyilə bilər və keşişçi onu görməz. İninci şəxsin boyu, bu da massivdir. Amma bunu massivsiz eləmək olur deyəsən. İninci şəxsin boyu a-yə bərabərdir. Normalda şəxsin eni 1 olur, amma əyiləndə enini 2 hesab eləyək. Dostlar yol gedərkən söhbət eləmək istəyirlər, ona görə hamısı bir zərgədə düzülüb. Dostlar bir zərgədə gedərək keşişçilər görünməmək üçün minimum neçə en lazımdır? Qısacası əgər hansısa birinin uzunluğu bu k-dan böyüksə, bunu 2 kimi qəbul edəcək, əks halda 1 kimi qəbul edəcək. Bir şey yoxdur belə. Demək istədiyim odur ki, əgər indiki bu ədədlər var ya, ədədlər bir-bir baxacağıq. Məsələn, indi baxdığımız ədəd k-dan kiçikdirsə, kiçik bərabərdirsə, cavabımızın üstünə 1 gələcək. Əgər k-dan böyükdirsə, onun cavabımızın üstünə 2 gələcək. Əyiləcək elə ki. Belə. Belə şəkil çəkib izah eləməyə ehtiyac var, yoxsa başa düşdünüz? Tamam, sual yoxdursa, onda koduna keçək. Massivlə yazmayacağam. Ədədləri bir-bir baxa bilərik yəni belə. Bu formada. Bir dənə x ədəd götürək ki, indiki ədəd daxil eləyək. Sonra deyək ki, bir dənə cavab da götürək. Əgər x k-dan kiçik bərabərsə, cavab plus bərabər 1 deyə bilərik. Əks halda cavab plus bərabər 2 deyə bilərik. Belə. Sonra da cavabı çapa veririk. Bu formada. Vəsə. Baxaq görə işləyir. 4 6 və 11. Belə. Sual var. Bir daha kodu göstərə bilərsiniz. Hə, tamam. Все. Bəli. Başqa sual var? Aha, onda keçək o biri məsələyə. Bunun azı bulantısı var. Bu dərsə baxmışdıq deyəsən. Baxmışdıq dərsə buna. Bəli, bəli. Onda keçirəm. Sual var. Varsa baxaq yenə. Amma yəni çox adam yazıb deyəsən. Keçək G-yə onda. Deyir ki, DNA ardıcılığı verilib. Bir dəqiqə görüm, Azərbaycan spor. Aha. AZGT simvollarına ibarət DNA ardıcılığı verilib. Heşə. Ardarda ən uzun təkrarı tapmaqdır. Bunu stringi massiv kimi işlədib eləyə bilərsiniz. Necə indekslərinə baxıb və ya belə bir şey eləmək olar. Göstərim. Bizə uzunluğunu vermir amma. Hə, belə bir şey eləyə bilərik. Bu CSS məsələ, tamam. Bir dənə çar götürürük. Biz bunları hərf-hərf baxacağıq. Buna baxacağıq. Sonra bunu sin eləyəcək, bunu sin eləyəcək və s. Sonra indiki ard-arda gələn eyni ədəd uzunluğunu götürmək üçün bir dənə int götürürəm. X deyə. İndi 0-dır. Sonra cavab da götürürəm 0. Cavab bu ard-arda gələn uzunluqların maksimumuna bərabər eləyəcək. Bir dənə də şey götürürəm, çar. İndi elə ki təkrarlanır. O təkrar olunan çarı
yadda saxlamalıyam da ki, indiki çarla yoxlayım. Ona görə bir dənə T çarı götürürəm. T çarını hələ ki, belə bir şey eləyək ki, qarışmasın. Deyirəm ki, nə qədər ki, çar götürə bilirəm. Əgər əvvəllərdə elə təkrar, indi deyəm, misal üçün bu cürdayıq, gərik də belə. T'miz burada G-yə bərabər olacaq. X-imiz 2 olacaq, burada olanda. Hələ buna baxmamışıq da. X-imiz 2 olacaq. Buraya indi gələcəyik. Bunu götürəndə, bu əvvəlkilərlə eyni deyə bunu bir yerdə götürürük. X-imiz 3 olur, T də hələ G kimi qalır. Bura gələndə X 1 olur, T dəyişir A olur. Onu deyirəm ki, əgər əvvəlki təkrarlanan hərfə bərabərdirsə, onda X-i artırım. Bu qədər. Cavab da deyim ki, indiki cavabla indiki uzunluğa maksimumuna bərabər olsun. Əks halda deyim, X 1-dir, T indiki ədəddir, hərfdir. Bunu ortaq yazmaq olar əslində. Belə. Axırda da cavabı çapa verək. Bu qədər. Görə işləyir. Burada işləməyəcək deyəsən, çünki terminalda bu formada yazanda sonsuza qədər gedir. Görün, işləyəcək. Çıxa bilirəm, necəsə. Yox. Bunu harada yoxlamaq olar? Bunu ancaq atıb yoxlamaq olar. Bir dənə login eləyim. Submit deyək. Belə istəyirdi. Belə. Sual var. Sual varsa soruşun, çəkinməyin. Bunu belə yazmamın səbəbi odur ki, hələ ki string əməlli keçməmişik, ona görə istəmirəm ağıl qarışsın. Amma string bilənlər üçün belə bir yol yazmaq olar. Belə götürdünüz. Yenə eyni şey edirsiniz. X götürürsünüz, bir dənə cavab götürürsünüz. Deyirəm ki, stringin uzunluğu qədər geçsin. Hətta bunu birdən başladaq. Birinci hərfi elə götürək, əvvəlcədən özümüzdə götürək. Deyirəm ki, əgər SI çıx 1-ə bərabərdirsə, X plus elə, əks halda X-i 1-dən başla, cavab bərabər max, cavab X. Bu da işləməlidir. Bunu atmayacağım da, belə burada yoxlayacağım. Bir dəqiqə. Niyə cavab vermir? Ha, 3 verdi. Düzdür deyəsən. Aha. Keçək o bir məsələyə. Sual var bununla əlaqəli? Məncə yoxdur. Var? Xeyr. Bu əl səhvdir. Səndən, bax, səndən sualda deyir ki, ard-arda gələnləri tap. Sən bu anı bir yerdə götürə bilmərsən. Sualı səhv başa düşmüsən sən.
Keçirəm də, məncə çox qaldıq üstündə. Deməli. Bir də bunu da əlavə edək. Buradan başlayaraq sizdən artıq soruşa bilərəm məncə. Görüm sual yazmışsınız. Aha, yazanlar var. Bir də şərt asılsın, mən şərti deyim, sonra istəyən olsa əl qaldırar. Mənim istəyirsiniz ki, biz əlini deyək. Mən şərti bir dənə deyim, sonra deyərsən. Vasya idman proqramlaşdırması. Yəni idman proqramlaşdırması bizim elədiyimiz şeydir. İdman proqramlaşdırmasını səhv tərcümə edib. Competitive programming, yəni ki, yarış proqramlaşdırması. Özü proqram yaza bilmir, amma yarışları izləməyi xoşlayır. Sevdiyi bir proqramçısı da var. Onun nəticələrinə xüsusi diqqət yetirir. Onun bütün yarış nəticələrini toplayır və onun nə qədər möhtəşəm çıxış elədiyini izləməyə qərar verir. Deyir ki, onun iştirak elədiyi hər yarış üçün bir dənə mənfi olmayan ədəd var. Hansı ki, onun proqramçısının topladığı xal sayını qeyd edir. Xalların keçirilmə ardıcıllığı ilə yazdı. Bir dəqiqə, bu şərti niyə belə tərcümə edeyim? Deyir ki, hər yarış üçün xalı var bu proqramçının. İstəyir ki, Vasya, əvvəlki yarışlardan aldığı, indiki yarışın nəticəsi əvvəlki yarışlardan aldığı nəticələrin ya minimumundan daha az olmalıdır, ya da maksimumundan daha çox olmalıdır. Məsələn, bu deyəsən sayır birincini. Sayır yoxsa saymır? Məncə saymır. Nəysə, ona indi baxaraq. Deyək ki, bu 2 dənə nəticədir. Bu indiki nəticələr budur. Bu indi gəlir 50 nəticəsi alır. Bu 50 nəticəsi əvvəlki aldığı nəticələrin minimumundan daha azdır deyə bir dənə say götürün, sayı bir dənə artırın. Sonra gəlir 200-ə baxır. 200-də əvvəlki aldığı nəticələrdən maksimumundan daha çoxdur deyə. Ona görə sayı bir dənə də artırır. Sonra 150-yə baxır. 150 nə minimumdan azdır, nə maksimumdan çoxdur. Ona görə heç nə eləmirik. Sonra gəlir 200-ə baxır. 200-ə baxanda yenə də maksimumdan da çox deyil, minimumdan da az deyil. Ona görə heç nə eləmirik. Yəni bizdə burada, bir də burada rekord qırdı, belə deyək. Şərtlə əlaqəli sual var. Kim izləmək istəyir həllə? Bəlkə kimsə deyir deyəsən. Səsim gəlir? Bəli. Kimsə izah eləmək istəyir sualı? Yazanlardan da soruşursa. Həlli izah edin. İzah edə bilərsən Abdullah. Müəllim, sadəcə bir dənə maksimum götürək, bir dənə də minimum götürək və update eləyəcək. Biraz daha izah edə bilərsən? Maksimum, minimum. Bir dənə maksimum integer götürək, bir dənə də minimum götürək. Sonra birinci başlayanda ikisini də 100-ə bərabər eləyəcəyik. Ondan sonra sonraki gələn əgər bizim minimumumuzdan daha kiçikdirsə minimumu update eləyəcəyik və count artıracaq. Ondan sonra
sonra gələndə maksimuma baxılır. Yəni hər ədəd üçün həm maksimuma, həm minimuma baxacaq ki, bundan daha kiçikdir, yoxsa bundan daha böyük. Buna uyğunda update eləyəcək, count artıracaq. Ha, bu qədər. Deməli, biz sizinlə keçmişdik, bilmirəm. Keçmişdik məncə. Ədədlərin minimumunu saxlamaq üçün belə bir şey eləyirdik biz. Minimuma çox böyük bir ədəd verirdik, 10^9 falan. Bunu keçmişik sizinlə. Əslində 10^9 lazım deyil. Bəli, bəli. 10.000 verə bilərik, çünki ki ədədlər 10.000 keçmir. Maksimumda da çox kiçik bir ədəd verirdik. Məncə elə 0-dan başlayırdı, hə? Hə, non-negativ deyirdi. Bir dəqiqə, bunu çevirməliyik. Mənfi olmayan ədəd. Bir də buna 0 verə bilərik. Bir dənə də n lazımdır, n-i götürək. İndi ədədləri daxil eləyə bir-bir. N bu formada. X ədəd deyək. Bir dənə də cavab saxlamalıyıq. Deyək ki, əgər bu x ədədi var, bu x ədəd əgər minimumdan kiçikdirsə və ya maksimumdan daha böyükdürsə, onda cavabı bir də artırırıq. Əks halda heç eləmir əks halda. Sonra deyir ki, bu ədədi də əlavə edirik əvvəlki ədədlərin içinə. Belə. Problem nə olacaq? Biz başlayanda bunlarla başlayırıq. Amma birinci ədədi biz götürməli deyilik. Ona görə sadəcə aşağıda cavab minus eləyə bilərik ki, birinci ədədi götürməyək. Nə deyirəm? Biz həmişə başlayanda bir dəqiqə. Biz həmişə başlayanda minimumuzu 10.000 götürdük deyək, maksimumda 0 götürdük də. Bu birinci ədədi həmişə sayacaq da. Çünki yəni qayda həmişə uyğun gəlir bunlara. Bunlara həmişə uyğun gəldiyi üçün elə biz 1 çıxa bilərik ki, bunu heç vaxt saymasın da. Dediyimi başa düşdünüz? Yoxsa yox? Xeyr. Elə bir ki, biz istəmirik bunu saysın, birinci ədədi saysın. Yəni şərtdə deyir ki, bunu baxmayın da, bunu saymayın. Amma bizim kodumuz həmişə bunu sayır deyə birincini. Sadəcə 1 çıxa bilərik ki, cavabdan bunu saymamış kimi götürək. Ki, burada 3 dənə şey saymışıq da. 100'ü saymışıq, 50'ni saymışıq, 200'ü saymışıq. Cavabımız 3'dür. Biz istəmirik ki, birincini sayaq. Ona sadəcə cavabdan bir dənə çıxa bilərik də. Aha. Teşekkür ederim. İki. 4. Və belə bir şey eləyə bilərsiniz. Əgər daha məntiqli gəlməyini istəyirsinizsə, bunlara -1 verin. Deyin ki, əgər m-in -1-dirsə, deməli birinci ədəddəsinizsə, birinci ədədi elə həm m-ə verin, həm mx-ə verin. Əks halda bunu edin. Belə bir şey də eləyə bilərsiniz. Elə bir ki, əgər -1-dirsə, indili sadəcə m-lə mx-i bərabərləşdirin x-ə. Əgər -1 deyilsə, normal qiyməti varsa, onda normal belə işləyə bilərsiniz. Hətta bunu daha sərgəli göstərmək üçün kodu belə bir şey eləyə bilərsiniz. Continue yaza bilərsiniz burada. Əgər -1-dirsə də kodun qalanına baxmayacaqdır, elə bir ki. Belə. Keçirəm o bir məsələyə, üstündə çox qalıq. Bunun var.
Vasya adlı bir oğlan liseyin son sinifində oxuyur. Bir gün Vasya istədiyi bir xokkey komandası oyununu izləmək qərarına gəlir. Uşaq xokkey fizika dərsindən belə çox istədiyi üçün ev tapşırığı eləmək unudub. Xüsusilə fizika tapşırığını tamamlamayıb. Müəllimi çox əsəbləşib, ona dərs vermək istəyib. O, deməli, kosmosda bir cisim göstərib və ona təsir edən qüvvələr verib. Tam bunu çəkib göstərəm nə demək istəyir. İndi 0,0,0 koordinatındadır. Bu qüvvələr elə ki onu itir. Deyir ki, o gəlib yenə 0,0-da dayanacaq, desə onu deyir. Bir dənə baxım. Hə, bunu çəkib göstərim. Bir dəqiqə. Bu deyil. Hə, belə bir şey. Belə bir şey bizim 3D fəzamız var. Fəza bilməm necə deyim. Koordinat sistemində 3D koordinat sistemimiz var. Belə bir şey. Kub necə çəkirdilər ha? Tam belə bir şey deyək. Nəysə, məncə nə qədər çəkdim. Bu elə ki kubun içində bir dənə nöqtə var. Deyək bu nöqtə. Bura 0,0,0 nöqtəsi. Bu nöqtəyə deməli müxtəlif qüvvələr verilir. Fizika dərsində misal keçmişsə F qüvvəsi, F2 qüvvəsi elə bir şey fikirləşə bilərsiniz. Bu qüvvələr deyir ki, bunun necəsə tərpədir də, sağa, sola, yuxarı, aşağı və s. Və bu qüvvələri istəyirik ki, eləsin. Hara tərpətsə də qüvvələr bir-birini tarazlaşdırsın və nöqtə olduğu yerdə qalsın. Sadəcə məsələ budur. Nöqtə yerində qalır, yoxsa yox, onu tapmalıyıq. Yəqin ki, ədəd oxunda bilirsinizsə, 2 dənə qüvvə bir-birini tarazlaşdırmaq üçün şey olmalıdır da. F1 bərabərdir, mənfi F2 olmalıdır, belə bir şey. Bu üçlü fəza sisteminə gələndə belə bir şey olur. Deyək ki, x oxu üzrə hamısı tarazlaşmalıdır. Yəni hamısının cəmi 0 olmalıdır. fx1, nə bilim, fx2 cəmi 0 olur. Eyni şeylər y1, y2 üçün də cəmi 0 olur. Üçüncü tərəf z deyilir çox vaxt. Ora üçün də 0 olur cəmi. Onu nə edirik? Bizə hər qüvvənin 3 dənə şeyini verir, elə ki, gücünü, 3 tərəfdən gücünü verir. Biz 3 dənə ədəd götürək, ABC ədədi. Və sadəcə şey deyək də, hər bir ədəddə toplayaq görək, hər tərəfi 0 edir, yoxsa yox. Nə deyirəm? Misal üçün, bu birinci qüvvənin şeyidir, gücləridir hər tərəfdən. X, Y, Z oxuları üzrə. Bu ikinci, bu üçüncü və s. X oxu üzrə bunları cəmləyəndə 0 edir. Deməli, X tərəfdən tarazlıqda qalır. Y oxu üzrə bunları da cəmləyəndə 0 eləyir. Deməli, bu da tarazlıqda qalır, Y oxu üzrə. Z oxu üzrə də 0 eləyir. Buradan da tarazlıqda qalır. Deməli, nöqtə olduğu yerdə qalır. Sadəcə yes verir. Deməli, onda həll belə bir şey olur ki, 3 dənə ədəd götürürük. A ədədi, B ədədi, C ədədi. Və şey eləyirik. Burada da 3 dənə ədəd götürürük. Deyirik ki,
A plus bərabərdir x, B plus bərabərdir y, C plus bərabərdir z. Sonra gəlib yoxlayırıq ki, A 0 olsa, B də 0 olsa və C də 0 olsa, onda tarazlıqda qalır. Əks halda tarazlıqda deyil. Başa düşdünüz bunu? Bəli, məndə. Bəli. Görə nə verir? No verir. O da yes verir. Hər şey belə. Asan idi deyə soruşmadım. Buna baxaq. Buna baxma məncə ehtiyac yoxdur. Sadəcə massiv məsələsidir bu. Ha, yox. Trick sort. Bir dəqiqə. Bunu massivdə təzədən baxarıq. Göstərəcəm. Hətta məsələni çıxardım mən. Bir dəqiqə. Aha. Deməli, J son. Deyir ki, bir dənə nə deyirlər ona? Kodlama sistemi deyək də, 3 say sistemi var. Burada 3 cür rəqəmlər var. Biri nöqtə kimi göstərilir, 0 rəqəmi. Biri tire nöqtə kimi göstərilir. Biri də tire kimi göstərilir. Sadəcə dekodlaşdırmalısınız. Demək istəyən var. Müəllim, if-else-lə həll eləmək olar. If-else-lə həll eləyə bilərsən. Problem o ki, necə eləyəsən? Necə eləyəcəm? Bütün hamısına baxanda bir-bir yoxlayacam ki, hansına bərabərdir. Nə oldu? Mikrofonum bağlıydı. Bir-bir hamısına baxacam, cavabı tapacam, axırda çıxaracam. Tam başa düşmədim. Mən həllərə baxım deyim. Tamam. Aha, 0-sa 0 veririk. Əks halda bundan sonrakına baxıb i++ edirik. Tam burada da biraz indeks söhbəti var deyə bilməyənlər üçün keçirəm. Qısa sadəcə belədir ki, indi deyək ki, buradayıq da başdan başlayırıq. Görəm nöqtədə, aha, onda elə 0 yazıb keçirəm. Əgər tiredirsə, tiredən sonra gələndə baxmalıyım, bunu bir yerdə götürməliyim. Tiredən sonra nöqtə gəlirsə, onda 3-dür deyəsən, yox 1-dir. Əks halda tiredən sonra yenə tire gəlirsə, bunu 2 kimi götürürəm, belə. Burada yenə 2 dənə tiredir, 2 kimi götürürəm. Sonra bir dənə nöqtə gəlir, bundan 0 kimi götürürəm. Burada tire gəlir, tiredən sonra birinə baxmalıyım. Bir yerdə götürürəm, bu 1-dir deyəsən. Sonra 0 gəlir, bir dənə nöqtə. Sonra tire ilə yenə bir yerdə nöqtə gəlir, bu 1-dir. Bir dənə də 2 gəlir. Bu formada. Qısacası nöqtə olanda sadəcə nöqtə 0 yazıb keçirsiniz. Tire olanda ondan sonraki ilə bir yerdə baxıb keçirsiniz. Ondan sonraki ilə bir yerdə baxıb keçəndə iynə də bir dənə plus edirsiniz ki, buradan misal üçün baxdınız buna, sonra gəlib bura təzədən baxmayasınız. Burada baxandan sonra elə bir dəfəlik bura keçəsiniz. Belə bir şey. Keçək kalsonla. Aha, bu sualı String formasında qoyacaq, daxil edəndə. Hə, string formasında. Əslində char kimi də eləyə bilərsiniz. Char kimi eləmək olar əslində, gəlin eləyək char kimi. Bir dənə char götürək. İndiki stringimizi götürək. Yəni, biz nə ədədlər almışıq da indiyə qədər. Sonra şey deyək. Uzunluq verir bizə.
Vermir. Tamam. Nə qədər ki sinus eləyirik, yəni eyni formada eləyək. Əgər C şeydirsə, nöqtədirsə, onda sadəcə 0 eləyib keçə bilərik. Əks halda bir dənə də C götürürük. Bu şeydirsə, nə idi onun adı? Nöqtədirsə, onda biz elə ki tire nöqtə götürmüşük. Necə? Biz burada deyirik ki nöqtəsiz 0 yaz keç. Əks halda girsə deməli birinci şey götürmüşük. Tire götürmüşük. Sonra C-yə giriksə deməli burada nöqtə götürdük də təzədən. Sin eləyib nöqtə götürdük. Bu da 1-dir. Əks halda şeydir. S1 bərabərdir 2. Bu halda da şey olur elə bir şey. Belə. Başa düşdünüz? Bəli. Tamam, bunu da keçək. O biri suala, K sualı. Bunu deyə bilərsiniz siz artıq. Prosta mən görüm Azərbaycan dili həlli varmı? Daha doğrusu şərt. Xanın ingilisində uzun sözlər yazanda çətinlik çəkir. Ondan böyük sözləri qısaltmağa qərar verir. Bunun üçün şey eləyir. Birinci hərfini götürür. Sonra ortada qalan hərflərin sayını yazır. Sonra da ən axırıncı hərfi verir. Belə. Kimsə demək istəyir? Sən bayaqdan aktivsən, başqa görə aktiv olanlar. Kimsə demək istəyir başqa? Onda mən seçimdə. Nalə Məmməd də buradadır. Buradasan deyəsən. Həlli deyə bilərsən. Əgər sən yaza da bilərsən. Başqa demək istəyən varsa deyə bilər. Əl qaldırın. Yəni deyim. Məsələn, Firuz buradadır. Firuz deyə bilər. Hələ gedir deyəsən. Firuzun əlli. Görək seçsək. Keçdi. İzah eləyə bilərsən. Sən həllivi dünən göndərmirsən, deyəsən. Hələ indi qutarır. Şeydə keçib, Codeforce-da keçib, bura gəlməyib. Nəsə donub yəqin ki. Həlli demək istəyirsən. Yaza bilərsən həlli. Deyin də. Kimsə səslə demək istəyir. Emil, buradasan. Sən də mikrofon aça bilmirsən. Fərəd, sən buradasan. Kodu soruşmuram, sadəcə həlli soruşuram. Yox, bu başqa sual deyəsin. Bayaqçı sualdır. Açılırsa de, Müəllim, burada bir dənə test case yaradırıq. While bir dənə test case yaradırıq. Stringimizi oxuyduruq. Əgər stringin ölçüsü ondan böyüksə, stringin 0-cı indeksini
size-ından 2 azını və stringin ən sonuncu elementini çıxışa bilir. Aha, bu qədər. Deməli, deyirik ki... Əks halda da stringin elə özünü verir, əgər ondan kiçikdirsə. Hə. Bir dəqiqə. Nəsə baş verdi, bir dəqiqə. Deməli, n ədədi götürürük. Deyir ki, y-len minus minus. İndi biz baxırıq ki, bizim stringimiz var, götürək. Bunun uzunluğu var, s.length və ya s.size. Əgər ondan kiçik bərabərdirsə, on necə sayılır? O tərəfdən, yoxsa bu tərəfdən? Strictly. Deməli, əgər stringin uzunluğu ondan kiçik bərabərdirsə, onda özünü sadəcə çapa veririk. Başqa heç şey eləmirik. Əks halda stringin birinci hərfini veririk. s.from kimi yaza bilərsiniz. Sonra stringin ölçüsünün çıx ikisini veririk. Arada boşluq yoxdur bu arada, mən səhv yazdım. Bir də ki, axırıncı hərfini veririk. Belə. Bu axırıncı hərfi göstərir, s.back. Bu birinci hərfi göstərir. Çıx ki yazmamızın səbəbi odur ki, o əvvələ və qabağa da bir dənə hərf qoyduq axı. Onları uzunluqdan çıxırıq. Ortada elə ki, ixtisar elədiyimiz yer. Bu qədər yer olur. S.length çıx ki. 2 dənəsi də qabaq və arxada qalır. Belə. Aha, bu formada işləyir. Sual var. Linux. Keçən də bu suala PTF futbolu çox bağlıdır. Bir gün futbol maçını izləyəndə oyuncuların mövcud mövqelərini kağıza yazdı. Vəziyyəti sadələşdirmək üçün 0-1-ə çevirdi. Əgər bir komanda oyuncularını bir komanda oyuncularını 0 kimi göstərdi, o bir oyuncuları 1 kimi göstərdi. Komandada ən azı 7 oyuncu ardıcıl dayanırsa, vəziyyət təhlükəlidir. Məsələn, bu vəziyyət təhlükəlidir. Çünki burada 1, 2, 3, 4, 5, 6, 7 dənə 1 ard-arda dayanıb. Bu sualı ilə bayaqki həllimiz var deyə yazılsadır. Haradaydı o? DNA sualı. Bu həlli orada ata bilərik. Yoxsa bilmirəm, bax. Bunu atdım mən. Atmışıq. Bu həlli beləcə götürüb gəlirik bura. Bu sual. Sadəcə burada şey deyirik ki, əgər cavab 7-dən böyük bərabərdirsə, count yes, əks halda count-la. Bu qədər. Niyə belədir? Çünki ardıcıl gələn ədədlərin sayının maksimumunu istəyir də sual belə baxanda bizdən. Burada misal üçün ard-arda gələn 7 dənə var, 1 var, 2 dənə 0 var və s. Bizdən sadəcə istəyir ki, eyni komandanın 7 dənədən çox oyuncusu yan-yana gəlməsin. Yəni, eyni hərfdən 7 dənə ard-arda gəlməsin. Eyni şey olur da. Belə yazmaq olar. Bunu burada atamayacağım. Sual var bu arada.
Kimsə mikrofon açdı, prosta səsi gəlmədi. Sual soruşursa bir də deyər. Keçək M sualına. Mikrofon açıq qalmışdı. Deyir ki, 2013 bu var. 2013-1987-dən sonra bütün rəqəmləri fərqli olan ilk ildir. Sizə deyir ki, ondan böyük olan və bütün rəqəmləri bir-birindən fərqli olan il tapın. İndiki verilən il nömrəsinə görə. Mikrofonu açıb bağlamayın. Səs gəlir. Nəsə əgər HQ-dirsə çətə yazın, baxacam. Sadəcə şey eləyirik. İndiki ədəd götürürük. Ondan sonraki ədədləri bir-bir gəzirik. Baxırıq ki, vəbşi siz izah eləyin də. Kim izah eləmək istəyir? Nəsə, yarıya qədər demişim, deyim özümə, o birinə deyərsiniz. Deməli, bir dənə indiki ədədimizi götürürük. Int x, sin x. Deyirəm ki, sonsuza qədər getmək üçün belə bir şey yaza bilərsiniz. Dövr sonsuza qədər getsin deyə. İçində lazım onda breakliyə deyənək. İndiki ədədə baxa bilmirik, onca x plus deyirik ki, bundan sonrakindən başlayaq. Deyirəm ki, ədədin rəqəmlərini götürüm. Int a bərabərdir x böl 1000. B bərabərdir x böl 100%10. C bərabərdir x böl 10%10. D də bərabərdir x%10. Deyirəm ki, bizdə nə vaxt şey olacaq? Nə idi onun adı? Şərt ödənəcək. A, B, C, D heç biri bir-birinə bərabər olmayanda, düzdür? Onda belə bir şey yaza bilər ki, A nida bərabər B, A nida bərabərdir C, A nida bərabərdir D, B nida bərabər C və B nida bərabər D. Bir də axırıncı olaraq C nida bərabər D. Onda break eləyək. Axırda da x-i verək belə. Əks halda da x-i birdən artıraq ki, gedək o birinə baxaq. Görə işləyir. Aha, belə. Sual var. Deyir ki, sizə bir dənə il verilir. Deyir ki, bu ildən sonra gələn elə bir il tapın ki, minimum olsun və bütün rəqəmlər bir-birindən fərqli olsun. Misal üçün 1987-dən sonra gələn ilk il 2013-dür ki, bütün rəqəmləri fərqlidir. 2013-dən sonra gələn ilk il rəqəmləri fərqli olan 2014-dür. Sonra 15, 16. 2020-yə gələndə artıq 2020-ni götürə bilmirik. Ona görə 2019-dan sonra deyəsən şey olur. 2031 olur deyəsən. Təxmini başa düşdün? Bəli, indi. Sonra şey eləyirik. İndiki ədədə baxa bilməm deyə x plus elədim. Bu sonsuza qədər getmək üçün belə yazdım. Çünki biz demişik ki, while-ın içindəki rəqəm nə qədər ki true olur, o qədər gedir. Bunu belə yaza bilərsiniz. Bu sonsuza qədər true olacaq deyə, bu dövr sonsuza qədər gedəcək, break eləmədiyiniz halda. Ədədin rəqəmlərini götürdüm ayrı-ayrı. Belə bir şey olur. 2013 verəndə A bərabər 2 olur, B bərabər 0 olur, C bərabər 1 olur, D də 3 olur. Belə. Saat neçədir? Sadəcə indi yoxlayıq ki, rəqəmlər hamısı bir-birindən fərqlənir ya yox. Bunların hamısını yoxlamaq lazımdır. Bu arada. Əgər hamısı fərqlidirsə break eləyək. Əks halda x-i bir dənə artırıb gələn hərfə baxaq. Belə. Keçək n sonuna. Tərcümə eləyək.
Bu gedənə qədər mən izah edeyim. Deyir ki, stolda n dənə daş var. Hər biri yaşıl, qırmızı, yaşıl və göy rənglərdədir. Deyir ki, minimum sayda daş tap ki, stoldan götürməyə. Hər hansısa bir qonşu daşların rəngi şey olsun, eyni olmasın. Bir dəqiqə. Görün düz izalədim. Deyir ki, elə ki, bu stringdir də. Bu stringdən elə minimum sayda hərf sil ki, qonşu hərflər bir-birinə bərabər olmasın. Buradan ən azı 4 dənə silməliyik ki, qonşular bir-birinə bərabər olmasın. Buradan ən azı bir dənəsini silməliyik ki, bir-birinə bərabər olmasın. Burada heç birini silməyə ehtiyac yoxdur. Qonşu heç biri bir-birinə bərabər deyil. Şərti başa düşdünüz? Bəli. Namazova 2012 buradadır. Bəli. Deyə bilərsən? Bəli, mən bir də Cirac istəyirəm. Hətta deyən Azərbaycan lisansı deyən. Gəlmədi Azərbaycan lisi. Oldu. Aha, açdım sual. Mən orada B ilə L-lər də fərqli olur. Kodu oxuma, sadəcə ideyalıdır. Mən ideyam odur ki, orada n daşların sayı verilmişdi. Bizdə for dövrü ilə ikinci daşdan başlayırıq deyə i bərabərdir 1 ilə yaza bilərik. Yəni C bir də for ilə yazmaq olur. Videoda deyəsən nasıl problem var? Həllər getmir. Başqa kimsə demək istəyir? Tam recordinga baxarsan da zəhmət olmasa. Aha, en sualı. Deyə bilərsən Abdullah. Müəllim, orada elə bir ardıcıl gələn eyni rəngləri saya bilərik. Sonra 10 count götürsək, count çıx biri hansının üstünə gələ bilər. Yəni elə bir dənə qalana qədər hamısını silirik də. Aha, düzdür. Deməli, ideya budur ki, bayaq bir dənə kodumuz var deyə, bu kod. Burada nə edə bilərik? Elə bu kodun üstündə dəyişiklik eləyib. Biz n deyir, n götürək. Aha. Biz belə bir şey eləyəcəyik. Bu təkrarlarımızda, təkrarlar qutaranda belə bir şey eləyəcəyik. Cavab plus bərabər x çıx 1 gələcək. İndi deyəcəm niyə? Sadəcə belə bir şey olacaq kod. Görün bu işləyir. Sonsuza qədər gələcək deyə yoxlayamıram. Belə izah edeyim. Deyək ki, bizim bir dənə stringimiz var da. A var idi orada. Yox. Deyək ki, B-dir. C
RV RR. Bunları parçalara bölürsüz. Bu bir parça. Bu bir parça. Bu bir parça. Bu bir. Bu bir. Bu da bir. Eyni qonşu hərfləri bir dənə parça kimi götürürsüz. Bizim cavabımız bu parçaların hərəsinin çıx biri cəmi olacaq. Məsələn, bunun ölçüsü 2-dir. Cavabımızın üstünə 2 çıx 1 gəlirik. 3-dür, 3 çıx 1 gəlirik. 2 çıx 1, 1 çıx 1, 1 çıx 1, 2 çıx 1. Buradan biz ən azı bir dənə silməliyik. Buradan ən azı 2 dənə silməliyik. Buradan ən azı bir dənə. Buradan heç nə silməyə ehtiyac yoxdur. Buradan da bir dənə silməliyik. Yəni biz bu parçaları elə azaltmalıyıq ki, bu parçanın içində bir dənə hərf qalsın. Tutdunuz nə demək istəyirəm? Hə, ola bilər. Elə olanda gedin Codeforce-dan işləyin sadəcə məsələləri. Vizəcə atmasaz da olar. Sadəcə özünüz bilin ki, işlədiniz. Mən sualı soruşanda əl qaldırın, yəni deyin, əgər həlli demək istəsəz. Vizəcə atmağınız yəni önəmli deyil. Tamam. Deməli, bu parçaları dedik ki, hər parçanı o qədər azaltmalıyıq ki, həmin hər parçanın içində bir dənə hərf qalsın. Onda elə uzunluqlarının çıx biri olur da, düzdür? Demək istədiyimi tutdunuz. Bəli. Hə, belə. Sonra cavabda sadəcə toplayırsınız bunları. Bunu da burada eləyirik. Bu, elə ki, indi parçanın davam elədiyini göstərir. Bura gələndə, artıq parçanı qutarmışıq. Uzunluğu x çıx 1 əlavə eləyirəm. Təzədən uzunluğu başladıram. Hərfi də təzədən qoyuram. Çıxmaq olar. Bir dənə bu məsələni qutarım, sonra çıxarsınız. Elə hamınız çıxarsınız. Gəndərsiniz. Neçə qal. Bunlara baxarıq. Sonra baxarıq, vaxtımız olsa massivlərə keçərik. Tamam. Bir dənə bunu yazım. Bunu atıb yoxlayaq. Wrong answer verdi. Niyə? Hə. Müəllim, axırda hamısı bərabər ola gedəndə artırmır. Hə, bildim. Yox, bir dəqiqə. Necə? Məslində məndəki səhvdir, error deyil, amma sizdə başqasıdır elə. Elə bil, mən kodumda konsekütivləri hesablayırdım. Amma axırda... Hə, bildim, axırıncı unudurdu. Hə, elə bir səhv məndə də ola bilər, bir dənə baxın. Amma buradakı məncə yenə verməliydi. Bilmirəm. Aha. Nəsə deyirdiniz? Gəlin tapaq görün niyə səhv verir. Bir dənə belə də atım, bəlkə belə düzələr. Codeforce ölür. Yox, alınmadı. Orada
C bərabərdir T yazmısınız, amma C heç vaxt T olmur. Niyə? C green, blue, red olur, amma T şeydə dash. Burada deyirəm ki, ardıcıllıq qutaranda artıq deyirəm, T-yə C verirəm ki, təzə ardıcıllığımın rəngi budur. Bunu ona görə dash qoymuşam ki, başda başlayana qarışmasın. Müəllim, bəs məsələn birinci hərfə baxanda orada else girirdi, hə? Else girəndə cavabın üstünə -1 gəlmir. Hə, düz deyirsən. Hə. Səhv oldu deyəsən. Deyə bilərik. Deyək ki, problem budur ki, biz burada bunu yazırıq çıx. Və çıxa bərabər olmur deyə kod başlayanda gəl else girir. Else girəndə də x 0-dır deyə bura -1 verir. Bunu belə düzəldə bilərik. Sadəcə x-i 1-dən başladaq bu qədər. Çünki onsuz gələcək burada təzədən düzəldəcək özünü. Bu işləməlidir məncə. Aha, belə. Onda belə eləyək. Gələnlərsə bunları saxlayaq. Həm bunlar da ki, hələ ki az işləmisiz. Bunları da işləyim biraz. Gələnlərsə baxarıq. Bəlkə elə bunları qutararıq. Sonra o bir dərs keçərik şey. Sağ olun. Görüşərik. Sağ olun. Sağ olun.